Nəyə görə biz partnyorları dəyişsək də və yaxud da ki, rəfiqələri dəyişsək də biz davamlı eyni sxemlərə düşürük. İstəklərimizə qarşı xəyanət edirlər. Davamlı bizim sərhədlərimizi pozurlar. Daha çox münasibətdə hansı problemlər yaşayırsınız? Qarşı tərəfdən müştərilərim deyir ki, dəyəri görə bilmirəm, sevgini görə bilmirəm. İstədiyim hədiyyəni ala bilmirəm, qayğını görə bilmirəm. Əlbəttə ki, biz münasibətdə enerji almağımız üçün əlbəttə ki, münasibət zamanı lazımdır ki, qarşı tərəfdən həmin o sevgini, həmin o qayğını və əsasən də həmin o hörməti hiss edə bilək. Əgər biz bunları hiss ediriksə, bəli, enerji alırıq. Yox, əgər münasibət zamanı biz həmin o hörməti, enerjini ala bilmiriksə, əksinə enerji veririk. Və biz münasibətlərə enerji xərclədikdə bizim ümumiyyətlə həyatımızın digər sferaları var ki, bizim sağlamlıq sferamız ən əsası. Çünki bizim münasibətlərimizdə yaşadığımız sxemlər, bizim münasibətlərdə yaşadığımız duyğular, hisslər bizə sağlamlıq tərəfdən çox təsir edir. Münasibətlərdən sonra nəyə görə çox təsirlər olsun ki, qadınlarda bir çox xəstəliklər başlayır. Əsasən də xərçəng xəstəlikləri və daha çox pis xəstəliklər. Bütün bunların tək səbəbi münasibətlərində yaşadığı duyğulardır. Nə qədər ki, bir qadın münasibətində davamlı şəkildə dözüm rolundadır, nə qədər ki, özünə xəyanət edir, o xanımların həyatında sağlamlıqlarında davamlı şəkildə, ciddi şəkildə problemlər olur.